Uşaqlar salam. Davam edirik. Test 5. Deməli, birinci testlə başlayaq. Deyir, ulduz əvəzinə uyğun olan variantı seçin. Mən sizə nə məsləhət bilərəm? Nömrələyək. Bu 1, bu 2, bu 3, bu 4. Fikir versəz, 2 gəlib bura. Düzdürmü? 4 gəlib bura. 3 gəlib bura. 1 də buradadır. Eyni şeyi bura üçün edəcəyik. Deməli, 3 burada olmalıdır. 4, 2 və 1. Yəni, 3 el yuxarıda olmalıdır. Bu səhvdir. Bu da səhvdir. El yuxarıda. 1 aşağıda olmalıdır. 4 onda düzgün cavab deməli, bu E'dir. E2 yox. 2 bu tərəfdə olmalıdır. Onda bu da səhvdir. Düzgün cavabımız oldu. C variant. Nömrələmə ilə başa düşdük. 4 fiqurdur. Bu necə yerləşdirib? Biri aşağı, 2 bura, 3 bura, 4. Siz bu 4 fiquru da eynən bunu kimi yerləşdirməli idiniz. Anaqramı həll edin, fərqli olanı tapın deyir. Nədir bunlar? Kenguru canavarları gördüm. Pələng, pələng. Bu da məncə əncirdir. Burada fərqli olan elə əncir olacaq. Çünki göründüyü kimi meyvədir. Üçüncü testə baxaq. Deyir ki, hər bir fərqli hərf, fərqli rəqəmlərlə şifrələnib və şifrələrin yeri dəyişilib. Deməli, mən buradan ən rahat nəyi taparam? Natanın şifrəsi. Nəyə görə Natanın şifrəsi? Çünki Natada 2 dənə A var. Amma bunun qarşısına 7071 yazanda baxıram ki, axı mənim ikinci, dördüncü hərfim eynidir. Şifrədə isə birinci, üçüncü şifrələr. Deməli, A-nın şifrəsi 7-dir. Bu dəqiqdir. Onda tez artıq başa düşürəm ki, bu şifrəni tərsinə yazıb 7071 yox, 1707-dir. O zaman əgər onun şifrəsi, daha doğrusu bunlardan istifadə edirik. Məsələn, N-nın şifrəsi 1-dir. Düzdürmü? N başqa harda var? Onurda. O, nur. Düzdürmü? Biz bunu 5914 yox, 4195 yazsaq, doğrudan da E-nin şifrəsi 1 oldu. Ramo. Ramonun qarşısına nə yazıb? 4275. 5724 yazsam, o 4-dür, düzdür. A 7-dir, düzdür. Digərlərlə üst-üstə düşür. Bizdən Tunarı istəyir. T hərfi harda var? Burada. T 0. U hərfi 9. N hərfi 1, A hərfi 7, R hərfi 5. Amma variantda bu ola bilərdi. İndi burada olmadığına baxmayın. İmtahanda ola bilər. Amma biz bunu yuxarıdakı kimi tərsinə yazmalıyıq. 5, 7, 1, 9, 0, yəni düzgün cavab olacaq C variantı. 4, 6-cı suallar aşağıdakı cədvələ əsasən cavablandırın deyir. Cədvəldə ayaqqabı istehsalı ilə məşğul olan X firmasının istehsal etdiyi 5 fərqli model ayaqqabının 11-16-cı illərdə istehsal miqdarı göstərilmişdir. Hər nə isə nə istəyir? Deyir ki, 2015-ci il istehsalına görə 2015-ci istehsalına görə M modelindən N ayaqqabıların sayı 2015 N 2015 N neçədir? 300. Ayaqqabıların sayı. T modelindən olan ayaqqabıların sayından neçə faiz çoxdur? T-də 250-dir. Yəni 250 100%-dirsə N 300 neçə faiz çoxdur? İndi 250 vurulsun X bərabərdir 300 vurulsun 100. X-i də tapmaq üçün 300 vur 100 bölünsün 250. 0 getdi. 1, 4. 120. Düzdür. 100% olmalıydı. Olub 120%. Neçə faiz çoxdur? 120 çox 100. Yəni 20. Deməli, burada cavab oldu 20. 5-də nə deyir? Deyir 6 il. Biraz kiçildik sual ki. Görebilirim. Daha doğrusu yuxarı cədvəli görə bilim. 6 il. 2011-16-cı illər ən çox hansı model ayaqqabı istehsal olunmuşdur? Ən çox. O zaman nə etməliyik? Toplamalıyıq hamısını. Çünki elə tapmaq daha rahat olacaq. Toplayaq. Deməli, hamısını bir-bir toplasaq, ərimləyək. K-mız olacaq, bir-bir başlayaq. 400, 300.
700. Üzerine de 360 gelsək, 1060. Düzdürmü? Üzerine 340 əlavə etsək, 350 və 320 bu 2070 olacaq. Kanı tapdıq, indi 50 tapaq. 250, 380, 630, üzerine 400, 1030, sonra 1530, sonra 1930, sonuncu da 450'ni əlavə etsək 2380. Emi tapaq 300, 350, 650, 650'nin üzerine 4, 1050, düzdür mü? Sonra 4, 4, 500, 500, 1000, 1050 ve 450'ni de əlavə etsəm 2550. Düzdür? 500, 550, 1050, üzerine de 450 əlavə etdim. Enə baxaq. Deməli 400, 400, 800, 800 üzerine 600, 1400, 1400'ün də üzərinə 350 və 450'ni əlavə etsək 2200 olacaq. Bir dənə də T qaldı. 270, 250, 520. Bu getdi. Bu ikisini toplasaq 600, 330, 300, 630. Bu da 650, 1800. En çok hansında oldu? M. 2000 C variantı. 2550. Dördüncü testimizin düzgün cevabı. Yok, beşinci testimizin düzgün cevabı C. Düşey aşağını da oxuyum. Deyir ki, aşağıdaki fikirlərdən hansı doğrudur? Biraz ekran kiçildək ki, görün. Deməli, nə deyir? Aşağıdakı fikirlərdən hansı doğrudur? Bütün illərdə N modeli T modelindən. Bütün illərdə N T'dən 350 çoxdur, 400 çoxdur, 400 çoxdur, 450 300'dən çoxdur, 300 çoxdur. Amma burada az olub. 400'dən az olub. N və T'ləri, bax, bütün illərdə deyir. N və T'ləri müqayisə edirik. 270'den çoxdur, düzdür. 250'den çoxdur, 330'dan çoxdur, 300'den çoxdur, 250'den çoxdur. Amma bütün iller olmur axı, burada azdır, 400'den azdır. Deməli, bu səhvdir. 2015-ci ildə ən çox L modeli istehsal olunub. 2015 hanı? Burada ən çox 500. 2015'də ən çox, o da L değil, M'dir. Bu da səhvdir. Daha sonra 2006'cı ilin istehsal miktarı 2013'cü ilin istehsal miktarından az olmuştur. 2016'cı il. 2016 hanı bunlar? Düzdür mü? Yine toplayaq 2016'nı. 320, 450, 770, üzerine 550, 1320, üzerine 300, 1620, üzerine de 400, 2020. Deməli, 2013'ləri toplayaq. Bu sıra 360, 400. Bura bizə verir 760, 400, 400. Üzerine əlavə etsək 800 və üzerine əlavə etsək 330, 1890. Burada deyir 2016, 2013'ten az olmuşdu, az olmuyor. 2016 əksinə 2013'ten çox olubdu. Yəni C də səhvdir. 6 il ərzində ən çox ayaqqabı istehsalı 2014'tür. Gəlin hesablayaq. 2016, 2013'ü tapdıq zaten. Qaldı 2011, 2012, bir də 2014. 2011'də 400, deməli 400, 300, 700, üzerine 250 gelsək 950, 950 üzerine 350, 1300, 1300'ün üzerine de 270 gelsək 1570. Sonra indi keçdik bura. 300, 400, 700, 700'ün üzerine 350, bir gələyik yox. 350, bir də 250 gelsək 1300, 1300'ün üzerine de 380 gelsəm 1680. 2014'də baxaq. 340, deməli 450, 450, 900, 900'ün üzerine 300, 1200, 1200'ün üzerine 500, 1700, 1700'ün də üzerine 340, 2040. Deməli 2020, 1890. Bunların içərisində ən çox elə 2040'dır. 2040, 2014'cü ildə düzdür. 6-cı testimizin düzgün cevabı D variantı doğrudur. Yəni bir-bir yoxlamalı idik.
Davam edək. Davam edək. 7-ci testə baxırıq. Ardıcıllığı pozan ədədi tapın deyir. Gəlin baxaq. 17-dən 14-dən 17-yə 3 artıb, sonra 4 artıb, sonra 5 artıb, sonra 6 artıb, sonra 8 artıb, sonra 7 artıb, sonra 56-dan 47 çıxsaq 9 artıb. Hə, deməli buralarda bir pozulma olub. 3, 4, 5, 6. Yəni əslində belə getməli idi də bu. Bu 6-dan sonra bu 7 artmalı idi. Bu 7 renk değişmiş. Ha. Bu 7 artmalıydı. Bu 8 artmalıydı. Bu 9 olmalıydı. Deməli 26 üstə gəl 6 32 32 üstə gəl 7 burada 39 olmalıydı ki 39 üstə gəl 8 47 olsun. Deməli ardıcıllığı pozan ədəd 40-dır. Sualı dəyişib. Sizə desəydi ki, ardıcıllığı pozan ədədin yerində hansı ədəd olmalıydı? Onda cavab deyərdik ki 39. Yəni sualın qoyuluşuna həmişə diqqətli olun. Aşağıdakı kartlar müəyyən qanunauyğunluqla düzülmüşdür. Bu şəkildə gedir. 137-ci kart aşağıdakılardan hansı olar? Deməli, ortada sıralanıbdır 1, 2, 3, 4, 5, 6, 7. Hamısında 137 olacaq. Okey. Hərflərə baxın. L, Y, L, S. Y, L, S. Deməli, hərflər 3 dənədən 1 təkrarladım. Biz gedirik tez 137-ni bölürük 3-ə. Bayaq da dedim, önəmli olan burada qalıqdır. 45 qalıq 2. Qalıq 2 nə deməkdir? Yəni 137-ci kartda ikinci kart kimi olacaq. Yəni ikinci kartda hansı hərf var? L. 137-də L olacaq. Yəni B və D artıq düzgün cavab ola bilməz. Ya adı, ya S. İndi bir də kənarlara baxaq. Kənarlar neçə dənədən bir təkrarlanır? Neçə bir dəqiqə getdi. Qələmin. Hə, deməli, kənar 1, 2, 3, 4. Yəni 1, 2, 3, 4. Deməli, kənar 4 dənədən bir təkrarlanır. Ona görə gedirəm bu dəfə 137-ni bölürəm 4-dən. Yenə deyirəm, önəmli olan qalıqdır. 34 qalıq 1. Qalıq 1, yəni kənar birincidəki kimi olacaq, yəni belə. Düzgün cavab A variantı. Şəkildə neçə ədəd kiçik kub var? Baxaq, bu sırada 1, 2, 3. Bu sırada da 3, bu sırada da 3. Bu hündür dolardan bir mərtəbə, deməli bu sırada 4. Sonra burada bu bir mərtəbə ondan aşağıda 2-dir. 1 bu, bir də bunun aşağısı. Bu da 2-dir, bu da 2-dir, 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 2-dir. Yerdə qalanlar 1-dir. Yəni toplayaq. 3, 3, 3, 9, bir də 4, 13. İkiləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vur. 2, 16. Bir də nələri dedim sayırıq? Təkləri. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 11, 12, 13, 14, 15, 16, 17. Üzərinə də 17 gəlsək. İnşallah hesabda itirmədim. 29 da gəl 17, 46 C variantı. Tezdən sayaq mı? Sayaq. Nə ilə gəldi ki, hardasa birini, çünki orada çaşdım, geri sayım verdim. Gəl sarıları bir də sayaq. Nə ilə gəldi ki, orada itirdim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 deyirəm də orada itirdim. 18, 29 da gəl 18, bu da bizə verdi. 47 B variantı. 9-cu testimizin düzgün cevabı. Deməli deyir ki, bunu kub formasında tamamlanması üçün hansı hissə lazımdır? Deməli, bunun kub olmağını istəyirsə bu. Bura 3-dürsə, 3, 3, 3. Yəni bizə lazımdır 27-lik bir kub olsun. Burada neçə dənə var ki? 1, 2, 3, 4, 5, 6, 6. Onların aşağısı da bir 3, 3, 6, 7,
8, 9, 10. Ya da ki ümumilikdə saymadan hesablayaq. Bax, kuba tamamlamaq üçün bizə hansı hissələr lazımdır? 3-ün 3-ə tamamlamalıyıq, düzdür? 3-ün 3-ə tamamlamaq istəyiriksə, deməli, bir mərtəbə bax, 1, 2, 3, 4, 5. 5 dənə 5, bir də bunun yanını gətirib doldursaq, bildiniz haranı deyirəm. 9 olmalı deyil. Bax, bu birinci sıra, sıra deyirəm. Da, birinci sıra 9 olmalıdır, 3'ü var. Deməli, 6 dənə lazımdır. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 3, hə. Hamısı elədi. Amma, axı bu hissə bizdə, bu hissə, bu künc ümumilikdə yoxdur. Belə bütöv 3 dənə olmalıdır. Küncdə 3 dənə olmalıdır. Deməli, o zaman hər şey bu küncdən başlayır. Bura 1 lazımdır. 1, 2, 3, bura 6'sı. Bunu bildik. 6'nın aşağısında bir də burada 1, 2, bu hissədə boşluq var. 2 verirsiniz. 1, 2. İndi yerləşdirsək, gəlin bir dənə bunu gətirib bunun üstünə tinə qoysaq. Axı bu burada olmalı deyil. Başa düşürsünüz? Bax, bunu fırlayanda bu digər tərəfdə olmalıydı. A variantı deyil. Bunu çevirib, bax, bu 6 hissəni bura puzzle kimi yerləşdirsək, tamamlanması üçün, deməli, puzzle kimi yerləşdirdikdə bu üzüb bu istiqamətə düşür. Bu da deyil. Daha sonra bu hissəni qapaq kimi olduğu kimi yerləşdirsəm, dedim burada 3 dənəsi çatmır. 3'ün də yanına biri. Elə düzgün cavab B variantıdır. Düzgün cavab B variantıdır. Bax, yenə deyirəm, nəyə görə? Bax, bu tindir. Bax, bu bura gəlməlidir. Burada 2 dənədir. Burada bir dənə üçlü lazımdır. Üçlünün də yanında bir dənə lazımdır. Bax, bu hissə burada doğrudur. Burada ümumilikdə bu səhvdir. Bunun istiqaməti səhv verilib. Amma axı bu tindən bunların formasına baxın. Bunun forması bunu tamamlayanda bu digər tərəfə düşür. Başa düşdünüz? Belə olur axı. Amma bu şəkildə pap yanına qoyanda bu qapaq bura düşür. Aşağı hissədə bura düşür. Bu üçlü də buranı tamamilə kub formasında tamamlayır. 3 rəqəmli ədədlərdən neçəsi 3-ə tam bölünür, amma 6-ya bölünmür. Gəlin bunu sizə qəşəng bir asan yolunu deyim. Ümumilikdə 3 rəqəmli ədədlərdən neçəsi 3-ə tam bölünür. Ən kiçik və ən böyük 3 rəqəmli ədədləri götürürük. 3-ə bölünən ən kiçiyi 102-dir, ən böyüyü də 999-dur. Sayı necə tapırıq? Ən böyükdən ən kiçiyi çıxırıq. 3'ə bölünmə dediyinə görə 3'ə bölüb üzərinə 1 gəlirik. Cavab alınır 300. Yəni sizin 900, ümumi 903 rəqəmli ədədiniz var ki, bunun 300'ü 3'ə bölünür. İndi 6'ya bölünənləri tapaq. 6'ya bölünənlər isə ən kiçiyi 102'dir, ən böyüyü 996'dır. Yəni 996'dan 102 çıxıram. Bu dəfə 6'ya bölüb üzərinə 1 gəlirəm. Bu da olur 150. Yəni 300'ün 150'si 6'ya bölünürsə, neçəsi bölünmür? Digər 150'si. Yəni düzgün cavab olur. 11-ci testimizdə C variantı bu şəkildə. Sonra 12 düz xətt üzərində 6 nöqtə qeyd etsək, neçə fərqli parça almış olarıq. Bunu da mən məsləhət bilərdim ki, düsturu yadınızda saxlayın. 6 nöqtə üzərində 6 vurulsun 5 bölünsün 2, yəni 15 fərqli parça almaq mümkündür. Və ya 6 nöqtədirsə, baxın göstərim. Tutaq ki, getdiniz imtahana. Düzdürmü? Düz xətt üzərində, düz xətt deyir. Deməli, gəlin 6 nöqtəni göstərim. 1, 2, 3, 4, 5, 6. Əgər imtahana getdiniz, tutaq ki, düstur yadınızdan çıxdı, eyb yox, canınız sağ olsun. Düstur yadınızdan çıxdı, nə edəcəksiniz? Tez belə şəkil çəkib xatırlayacaqsınız ki, bu da F olsun. Ayla neçə dənə parça ola bilər? Yenə AB, A ilə C, AC, AD, AY, AF. İndi B ilə düzəldək. BC, BD, BY, BF hər dəfə azalır. C ilə düzəldək. CD, CY, CF. D ilə düzəldək. DY, DF.
Y ilə düzəldək, YF. Yəni 6 nöqtə deyirsə, əvvəl 5, sonra 4, sonra 3, sonra 2, sonra 1 bunları toplasaq cavab 15. Yəni ən pis versiyada düsturu unutdursa, bundan da istifadə edə bilərsiniz. Gəlin sizə bir dənə də ipucu verim. Əgər burada düz xət yox, desəydi ki, parça üzərində 6 nöqtə qeyd olunub. Bax, sonra deməyin ki, Arzu müəllimə demədi bizə. Parça üzərində 6 nöqtə qeyd edirəmsə, uşaqlar, diqqətlə qulaq asın. 1, 2, 3, 4, 5, 6. Mən də sizə nə dedim? Dedim ki, düsturumuz n vurulsun n-1 böl 2-dir. Düz xətt düzəndə 6 nöqtə qeyd olunubsa, heç nə. N-ə 6 verib hesablayırıq. 6 vur 5 böl 2. Düzdürmü? Amma parça üzərində 6 nöqtə qeyd olunubsa, axı parçanın özünün də 2 nöqtəsi var. O zaman n 6 üstə gəl 2. 8 ilə hesab aparırıq. 8 vur 7 böl 2, 28. Diqqətli olun. Bu iki test arasındakı fərqi də yadıma düşmüşkən deyim. Uğurlar arzu edirəm hər birinizə. İnşallah növbəti izahlarda görüşərik.